Paytaxt ərazisində təmiz hava aylığı ilə əlaqədar tədbirlər davam etdirilir. Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində davamlı olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə təmiz hava aylığı ilə əlaqədar tədbir keçirilmiş, avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılmışdı. Lakin həyata keçirilən təbliğat təşviqat işinin intensivliyinə baxmayaraq, hələ də avtomobil yollarında mühərriki nasaz olan nəqliyyat vasitələrinə rast gəlinir. Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini onların nəzərinə çatdırırıq.